Elman Nəsirovun bu indiki ailəsindən uşaqları var deyir. O uşaqlar bu bacılarınla görüşmür. Təsəvvür edin, yəni bu Elman Nəsirov evlənib, anadan olublar. İndi onlar da bu qızdan hardasa yaşıddır, 1-2 yaş balaca olanlar da, 3 yaş, 5 yaş kiçik olsunlar. Amma bunlar bir dəfə də olsun öz bacılarını axtarıb tapmayıblar ki, onunla bir ünsiyyətdə olsunlar, görüşsünlər. Atalar, analar səhv edə bilər, atalar, analar düşman ola bilər. Amma bunun evlatlara dəxli yoxdur, inanın mənə. Yəni, məsələn, mən də o nöqteyi nəzərdən, məsələn, mənim də anam, mən gənc olanda, mənim bacım hələ bələkdə olanda anam rəhmətə geldi. Atam evləndi və bizim sonra bir qardaş, bir bacımız oldu. O atamın evləndiyi qadından və biz onlarla heç hiss eləmədik ögey olduğumuzu. Yəni, hardasa atı ilə, anı ilə söhbətimiz çəp gəlsə də, yəni, onlardan biz, hətta çox adamlar heç hiss eləməzdi ki, biz ögeyik. Yəni, o nöqteyi nəzərdən mən çox istəyərdim ki, Elman Nəsirovun, indi deyirlər, bu gün həmən o uşaqlar xaricdə təhsil alır filan. Mən çox istəyərdim ki, onun uşaqları xaricdən Azərbaycana gələndə geçsinlər, bu bacılarını axtarsınlar, tapsınlar, qucaqlasınlar, yardım eləsinlər. Yəni, indi Elman Nəsirovdur, Elman Nəsirov şərəfsiz ola bilər.